Salam, axşamınız xeyir olsun əzizləyicilərim. Xoş gördük sizi. Bu gözəl axşamda hər kəsin axşamı xeyirli, uğurlu, ruzulu, bərəkətli olsun. Hamının günü xoş olsun və hamı da təbii ki, yeni mənzil sahibi olsun bu bahar fəslimizdə inşallah. Zəhmət olmasa videomu izləməzdən öncə səhifəmə abunə olub və bu ev barədə rəy bölməsində rəy yazmağı unutmayın. Gördüyünüz bu möhtəşəm evimiz Bahar kampaniyasındadır. Ev bugün satışa çıxıb. Paket Kupçadır Hövsan kənddə Buta Marketin düz arxasındadır. Evimizin ümumi sahəsi, çöl sahəsi 2 sotdan ibarətdir. Evimiz 10 daş kürsülü, 3 otaqlı, qoşa daşla inşa olub. Evimizin də, həyətimizin də paket kupçası var. İpoteka tam yararlıdır. Bugünkü gün evimizin bazar qiyməti 90 mindir. Əlim yandıda olduğu üçün evimiz 85 min manata təcili bir şəkildə ev sahibi tərəfindən satışa çıxıb. Gördüyünüz bu möhtəşəm evimizin qiyməti 85 min, sənədləri isə paket kupçadır. Və keçək evimizin təqdimatına. Gördüyünüz kimi 2 sotlu həyətimiz, yekə bir həyətimiz var. Rahatçılıqla 2 maşın həyətimizə rahat bir şəkildə girə bilər. Hasarın diblərində gül yerləri, bəzi güllər əkilib və bu tərəfdə də belə bir gül yeri var. Qaz, işıq, su sayğacları yeribə yerində. Qaz, su, işıq daimidir. Dediyim kimi evimizin də sənədi paket kupçadır. Evimizin birinci mərtəbəsində belə bir köməkçi otağı var. Yəni bütün evlərin də altına giriş var. Burada belə bir kombi qoyulubdur. Yəni evin altından rahat zirzəmi kimi istifadə etmək olar və o tərəflər qaranlıq olduğu üçün göstərə bilmirəm sizə. Bütün evlərin altına, yəni gələcəkdə lazım olsa nəsə bir iş gördürmək istəyəndə bütün evlərin altına giriş var. Və qalxaq sizə evimizin iç hissəsini təqdim edim. Dediyim kimi bu möhtəşəm evimiz Hövsan kənd Buta Marketin arxasında yerləşir. Evimizin ümumi sahəsi 2 sotdadır. 10 daş kürsülü 3 otaq, 90 kvadratlıq 3 otaqdır. Evimizin hər bir tərəfi qoşa daşla inşa olunub və ən əsası bugünkü gün müştərilərimizin ən böyük tələb etdiyi, yəni tələbatı olduğu kupçadır. Yəni paket bir sənəddir və bu evimizin də təbii ki, paket sənədi var, kupçadır. İpoteka tam yararlı bir kupçadır. Mən daxil oluruq evimizin iç hissəsinə. Gördüyünüz kimi bura bizim koridorumuz. Daxil olduq koridorumuz, evimizin hündürlüyü görürsünüz. Evimiz tam təmirlidir. Koridorda da belə bir radiator qoyulub. Mətbəximiz tam təmirli. Burada belə bir qonaq otağımız.